Sosial şəbəkələrdə rayon toyuna hazırlıq zamanı çəkildiyi bildirilən görüntülər yayılıb. Kadrlarda gənclərin toy üçün hazırlanan lülək kababının ətini əlləri ilə hazırladığı görünür. Ətin hazırlanması zamanı gigiyenik qaydalara əməl olunmaması görüntüləri izləyicilərin diqqətini çəkib. Sözgedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bu cür şəraitdə qida hazırlanmasına etiraz edib. Digərləri isə görüntülərin toy hazırlığı zamanı çəkildiyini qeyd edib. Sözü gedən görüntüləri təqdim edirik. Sağ ol, usta var ol, çok sağ ol. 锯死了，把锯。